xarici bucaqdır. Buradan bura 180 isə bura neçə dərəcə düşür? 60 dərəcə düşürmü? Buradan bura 180 isə bura neçə dərəcə düşür? 30 dərəcə düşürmü? Daxili bucaqlarında cəmi 180 dərəcə olmalıdır. Onda bura neçə dərəcə düşür? 90 dərəcə düşür də. 60 ilə 30-u toplayıram. 90 dərəcə 180 olmalıdır. 180-ə tamamlamaq üçün bura neçə dərəcə düşür? 90 dərəcə. Deməli, düz bucaqlı üç bucaq imiş. Nömrə 6-ya baxağın. Nömrə 6-da bizə belə bir üçbucaq veribdir. C-dir, B-dir, A-dır. Bura verib 80 dərəcə, bura verib 60 dərəcə, bura verib 40 dərəcə. İndi bizdən nəyi soruşur? Deyirsən ki, müəllim, 80 60 dərəcədən böyükdür, bu da 40-dan böyükdür. Müəllim, böyük bucaq qarşısında böyük tərəf durur. A böyükdür, B-dən, o da böyükdür, C-dən. A böyükdür, B-dən, o da böyükdür, C-dən. Olur hansı variant? C variantı. Nömrə 7 də ona aiddir. Keçək nömrə neçəyə? 8-ə. Üçbucağın daxili bucaqlarının ikisi, üçbucaq çəkirəm. Daxili bucaqlardan ikisi, biri 50 dərəcədir, o birisi 70 dərəcə olarsa, üçüncü bucağın daxili bucağını tapın. Yəni, x-i tapın. İndi, bura 50 dərəcədir, bura 70 dərəcədir. Bunların cəmi neçə eləyir? 120 dərəcə. 180-ə tamamlamaq üçün bura neçə dərəcə düşür? Daxili bucaqların cəmi, iç bucaqların cəmi 180 dərəcə olmalıdır da. 60 dərəcə düşür. İndi nömrə 9-a baxağın. Nömrə 9-a. Nömrə 9-da üçbucağın iki xarici bucağı deyir. Bir xarici bucağı 135 dərəcədir. O birisi xarici bucağı 125 dərəcədir. Üçüncü xarici bucağı tapın. Üçüncü bucaq nədir? X-dır, bilmirəm. İndi üçbucağın xarici bucaqlarının cəmi neçə dərəcə olmalıdır? 360 dərəcə olmalıdır. Daxili bucağı, iç bucağı 180 dərəcə olur. Çöl bucağı, xarici bucağı 360 dərəcə olur. İndi 135 ilə 125-i toplayıram. Neçə eləyir? 16, 260. 360-dan da 260 çıxanda bura neçə dərəcə düşür? 100 dərəcə düşür. Sonra nömrə 10-a baxağın. Nömrə 10-da üçbucaq çəkirəm. İki daxili bucağı. Biri 60 dərəcədir, biri isə 40 dərəcədir. İndi bizə deyir ki, bu bucaqların qonşu olmayan xarici bucağını tapın. Qonşu olmayan, yəni qonşusunda, yaxınında deyil. Nə deyək? X. Ona qonşu olmayan bir xarici bucaq, yəni bir dənə xarici bucaq X, ona qonşu olmayan iki dənə daxili bucağın cəminə nədir? Qaydadır bu. Bərabərdir. Neçə olur? 100 dərəcə olur. Deməli, bura neçə dərəcəymiş? Ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 100 dərəcəyə olur hansı variant? A variantı. Baxağın nömrə neçəyə? 11-ə. Deməli, üçbucaq veribdir. İki daxili bucağının cəmi 130 dərəcədir. Qonşu olmayan, bax, X deyək, buna da Y deyək,
Buna da bir dənə Z deyək. Ay müəllim, alfa, beta, qamma ilə heç bilmirəm, başım da çıxmır, işarələmirəm də. İndi bura baxın. Bir dənə xarici bucaq ona qonşu olmayan iki daxili bucağın nəyinə bərabərdir? Cəminə. Yəni x plus y-in cəminə, x plus y-ə də 130 dərəcə veribdir də. Deməli, bura neçə dərəcə olur? 130 dərəcə olur. Olur hansı variant? Y variantı. Nömrə 12-yə baxağın. Nömrə 12-də belə bir şəkil veribdir. Bura veribdir A, bura verib B, bura verib C, bura verib D. Buradan burada verib 120 dərəcə. İndi bucaq A-ya 50 dərəcə veribdir. BCD 120 dərəcədir. Bucaq B-ni soruşur, bərabərdir suala. Burada nə yazaq? X yazaq. Bir dənə xarici bucaq, yəni 120 dərəcə, ona qonşu olmayan, yəni yaxınında olmayan iki daxili bucağın, yəni qonşusu deyil. Cəminə bərabərdir. X də bərabərdir. Üstə gələk aşağıda çıxma olur. 120-dən də 50 çıxıram, qalır 70 dərəcə. Olur hansı variant? A variantı. Nömrə baxaq neçəyə? 13-ə. Deməli, belə bir üçbucaq veribdir. Bura verib 120 dərəcə. Bura verib alfa. Bura verib 100 dərəcə. 180 isə bura neçə dərəcə düşür? 80 dərəcə. 180 isə bura neçə dərəcə düşür? 60 dərəcə. Alfanı tapın. 60 ilə 80-i topla. Neçə eləyir? 140 dərəcə. Bura neçə dərəcə düşür? 40 dərəcə. Olur hansı variant? C. Sonra keçəlim öz misallara. Nömrə 14-ə baxalım. Nömrə 14. Bizə belə bir misal veribdir. Bura verib y, bura verib x, bura verib z. İndi bizə deyir ki, x plus y plus z bərabərdir 260 dərəcəyə. Y bərabərdir suala. İndi gəlin bunu hesablayalım. Bu xarici bucaqdır. Bu isə xarici bucaq deyil. Ona görə x plus z plus y ştrix. Y ştrix nəyə bərabərdir? 180 çıxılsın nəyə? 180 çıxılsın nəyə? Y-ə. Məsələn, bura 60 dərəcədirsə, 180-dən 60 çıxıram, buranı tapıram. Yəni, elə eləyirdik də, düz deyilmi? 180-dən Y-ə çıxıram. Bərabərdir. Ümumi xarici bucaqların cəmi neçə dərəcəyə bərabərdir? 360 dərəcəyə nədir? Bərabərdir. İndi x plus z plus y ştrixə nə yazacağım? 180 çıxılsın, y yazacağım. Bərabərdir 360 dərəcəyə. X plus z çıx y bərabərdir. Üstə gələk aşağıda çıxma olur. 360-dan da 180 çıxanda 180 qalırmı? 180 yazıram. Bəs xarici bucaqların cəmi nəyə bərabərdir? 360 dərəcəyə. Bu 260 dərəcə idi. 2 dəqiqə. 260 dərəcə idi. 260-dan da 180-i çıxanda 0, 8, 180. Heç nə qalmır. 80 dərəcə qalır. Bu da 80 dərəcədir. 260 dərəcə idi. İndi gəlin bunu hesablayalım.
Tərəf-tərəfə toplayanda bu y-lər getdimi? Tərəf-tərəfə toplayıram, sistem tənlikdir. 2 dənə x plus 2 dənə z bərabərdir 0, 14 bir yadda 440. Eləmi elədi? 0, 12, 13, 14 bir yadda 440. 2 dənə x plus z bərabərdir 440 dərəcəyə. X plus z də bərabərdir 440-ı böləndə 220 dərəcə oldu. Bizdən də y-i soruşur. X plus z-ə nə tapdım? 220 dərəcə tapdım. Gətirək burada yerinə qoyaq. X plus y plus z bərabərdir 260 dərəcəyə. İndi x plus z-in yerinə nə qoyacam? 220 dərəcə plus y bərabərdir 260 dərəcəyə. Y də bərabərdir 260-dan çıxıram nəyi? 220 dərəcəni. Y də bərabərdir neçə dərəcə olur? 40 dərəcə olur. Deməli, y-i soruşurdu. Y-im nə oldu? B variantı oldu. Kim başa düşmədi? Bir də izah eləyim. Başa düşdünüzmü? Bir də izah eləyim mi? Çəkinməyin. Mən başa düşdüm bunu. Aha. Sonra nömrə 15-ə baxalım. Nömrə 15-də bizə deyir ki, hansı parçalardan üçbucaq qurmaq olar? A variantında verib 2, 4, 6. İndi gəl bunu üçbucaq quraq. 2-dir, 4-dür, 6-dır. 6 ortadakı bərabərdir 2 ilə 4-ün cəminə, 4 ilə 2-nin fərqinə. 6 6-dan kiçik ola bilərmi? Ola bilməz. Bundan üçbucaq qurmaq ola bilməz. İndi B variantına baxağın. 2, 3, bir də 5 veribdir. İndi üçbucaq çəkəyin. 2, 3, 5 yazağın. 5 ortadakı 3 ilə 2-nin cəminə, 3 ilə 2-nin fərqinə. İndi 5 5-ə kiçik ola bilərmi? Ola bilməz. C variantına baxağın. 2, 4, 7. İndi bunu çəkəyin belə. 2, 4, 7. 7, 4 ilə 2-nin cəminə, 4 ilə 2-nin fərqinə. Üçbucaq bərabərsizliyi. 2 kiçikdir. 7 böyükdür 2-dən. 6 da böyükdür 7-dən. Belə bir şey ola bilməz axı. C variantı da getdi. Keçək D variantına. 2, 3, 4 veribdir. Üçbucaq çəkəyin. 2, 3, 4 yazağın. 4, 3 ilə 2-nin cəmindən kiçik, 3 ilə 2-nin fərqindən nədir? Böyükdür. Deməli, D variantı nədir? Doğrudur. D variantında nə olur? Üçbucaq qurmaq olar. Sonra bərabərsizliyə görə həll elədik. Nömrə 16-ya baxalım. Üçbucağın iki tərəfi üçbucaq çəkəyin. İki tərəfi 3 və 4 santimetrdir. Üçüncü tərəfinə nə yazıram? X yazıram. Ən kiçik tam qiymətini soruşur. Ortada x 3 ilə 4-ün cəmindən kiçik, fərqindən böyükdür. 1, x, bir də 7. İndi 1 ilə 7-nin arasında hansıdır? 2-dir, 3-dür, 4-dür, 5-dir, bir də 6-dır.
İndi ən böyük tərəfini soruşur. Ən böyük qiyməti neçə olacaq? 6 olacaq. Deməli, bura nə yazacağım? 6 yazacağım. Sonra nömrə 17-yə baxağın. Nömrə 17-də indi bizə belə bir üçbucaq veribdir. Belə bir üçbucaq veribdir. A-dır, B-dir, C-dir. 7, 7. Burada da x yazıram. ABC 90 dərəcədən böyükdür deyir. AB BC-yə nədir? Bərabərdir. AC-nin mümkün tam qiymətinin sayını tapın deyir. Sayını tapın deyir. İndi 90 dərəcədən böyükdürsə, bir tərəfdə kökdən bundan da bunu çıxın 90 dərəcədən böyük olanda olmur axı. Yaxşı. Bundan alınmır. Onda necə eləyəcəm? Deməli 49-un üzərinə 49 gələcəm. Bir tərəfdə kör bucaq olduğuna görə 49-un üstünə 49 gələcəm. 49-un üzərinə 49 gələcəm. Qiymətlərin sayını deyir tapın. Bu neçə eləyir? 18 bir yadda 98 kiçikdir x kiçikdir 18 98 eləyir. İndi 98-dən kök nə çıxır? 9 tam neçəsə çıxır? Kiçikdir x kiçikdir nədən? 98-dən. Mümkün tam qiymətləri sayını tapın. Bu da kök altında olmalıydı axı. Burada nəyə düzgün verməyibdir? Bir baxın bir, siz də baxın. Kör bucaq olarsa, belə idi düstur. Kör bucaq olarsa, belə idi düstur. Kök altında 7-nin kvadratı plus 7-nin kvadratı x 7 plus 7-dən belə olurdu. Kökdən axı az çıxır. Ona görə azı burada yazırdıq. 49, 49, 98 kiçikdir x kiçikdir 14-dən. Burada 9 tam onda 1 çıxsın, x kiçikdir 14-dən. Hansı daxildir? 10, 11, 12, 13. 12, 13. İndi bizə nə deyir? Mümkün tam qiymətləri sayına. 1, 2, 3, 4. Oldu hansı variant? D variantı. Sonra nömrə 18-ə baxağın. Nömrə 18-də bizə deyir ki, üçbucaq veribdir. Üçbucağın 6-dır, 9-dur. Ən böyük tam qiymətini soruşur. Üçbucaq bərabərsinin bir tərəfdə toplayacağım, bir tərəfdə də nə edəcəm? Çıxacağım. 3 kiçikdir, x kiçikdir, 12, 15. Ən böyük tam qiyməti də neçə olacaq? 14 olacaq. Olur hansı variant? D variantı. Sonra nömrə 19-a baxağın. Nömrə 19-a baxağın. Bərabər yanlı üçbucağın, bərabər yanlı üçbucaq çəkirəm. Yan tərəfi 20 santimetrdir. Bu da 20 olacaq. Hündürlüyü isə 16-dır. Hündürlük də nədir? 16-dır. Perimetri neçə santimetr olacaq? Perimetri neçə santimetr olacaq? İndi perimetri 16-dırsa, perimetr bərabər yanlıda hündürlük nədir? Həm də mediandır. Bərabər yanlıda median düsturu necə idi? A kökdə 3 böl 2-dir.
Bu 16'dır. Vur 2 bərabərdir A kökdə 3-ə. Yaxşı. Bundan da alınmadı. Bundan da alınmadı. Onda biz nə edirik? Bizdən perimetri neçə santimetr olar? Bura 16'dır. Bura 20'dir. Hündürlük həm. Deməli, bərabər yanında hündürlük deyir. Hündürlük neçə dərəcə olur? 90 dərəcə olur. Bura 16, bura 20. Buradan x-i tapaq. X kvadrat bərabərdir 20 kvadratı çıx 16'nın kvadratı. 20 plus 16 36, 20'dən 16 çıxıram 4. X da bərabərdir 6 vurulsun 2-yə, neçə oldu? 12. Bura 12, bu da mediandır. Tərəfi yarıya bölür. Bərabər yanlıda hündürlük həm də nə olur? Median olur. Tərəfi yarıya bölür. Bura 12-dirsə, burada 12. Onda bura neçə olacaq? 24 olacaq. Məndən də perimetri soruşur. 20 plus 20 plus neçədir? 24'dür. 40, 44, bir dəqiqə. 6, 2, 12. Bura 12'dir. X-a 12 tapdım. Bura 12, bura 12. Neçə elədi? 24 elədi də. İndi bizdən perimetri neçə santimetr olar deyir. Üçbucağın yan tərəfi 20, 24. Bir də 20. Neçə oldu? 40, 84 oldu. Bəs burada da elə cavab verilməyib baxın. Perimetri neçə santimetr olar? 20'dən 16 çıxıram. 4 qalır. 20'nin üstünə 16 gəlirim. 36. 36, 6 vurursun ki 12. Düz eləmişəm axı mən. 16 santimetr olarsa üçbucağın yan tərəfi. Yaxşı. Bərabər yanlı üçbucaqda bizdən nəyi soruşur? Bir dəqiqə. Ancaq belə alınmalıydı. İndi görün misalın özündə səhvlik var, yoxsa biz düzgün eləmirik. Aha. Deməli, perimetri neçə santimetr olar? Bura 16 veribdir. Bura 16 veribdir. 16 veribsə, mən düz elədim axı. Yaxşı, gəlin S bərabərdir A vurulsun H bölünsün 2 düsturundan eləyək. Burada tərəf neçədir? Tərəf 20 məsələn vur 16 böl 2. 10, 160. 160 oldu sahəsi. Sahəsi 160'dırsa, tərəf və bu tərəfə çəkilmiş hündürlüyü hasilinin yarısı düsturundan elədim. Onunla da olmadı. Siz də baxın bir. Axı mən düz elədim. Yaxşı. H kvadratı bərabərdir. Belə bir düsturumuz da var idi da. H kvadratı bərabərdir böldüyü hissələrin hasili. X. X-in kvadratı bərabərdir 16'ya, x də bərabərdir 4'ə. Bura 4, bura 4 olsun. 8 olsun. 48 olsun. Elə cavabımız da yoxdur. Yaxşı.
Onda bu düsturla eləyək. 1 bölünsün h-ın kvadratı bərabərdir. 1 bölünsün a-nın kvadratı plus 1 bölünsün b-nin kvadratına. 1 bölünsün h-ın kvadratı bərabərdir. 20-nin kvadratı 1-də, 20-nin kvadratı 1-də. H bərabərdir 10 olur. O da h-ı bilirdik axı biz. Yox, bu düsturla elənir. O səhv veribdir. Deməli, burada 20-nin kvadratı çıx 16-nın kvadratı olacaq. Bax, 20 plus 16, 20 minus 16 olacaq. 20-nin üstünə 16 gəlirəm 36, vur 4 olacaq. 36-dan 6 çıxır, bundan da 2 çıxır 12 olur. Deməli, bura neçə oldu? 12 oldu. Bura 12 oldu, bura da 12 oldu. Və bunun perimetrini toplayırsa 84 olmalıdır. Ancaq burada elə demir. Yəni, mən kaydı dayandırım.